Noyabrın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, tutulacağı, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə qatı duman olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bildirir ki, cənub-şərq küləyi gündüz güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Temperatur gecə 9-12, gündüz 15-20 dərəcə isti, atmosfer təzyiqi isə 765 mm civə sütunu olacaq. Sabah Naxçıvan ərazisində də yağıntı ehtimalı yoxdur. Arabir duman ehtimalı var. Temperatur 13-16 dərəcə isti olacaq. Azərbaycanın əksər rayonlarında hava yağmursuz keçəcək, lakin gündüz bəzi dağətəyi və dağlıq rayonlarda yağış yağacaq, çiskin olacaq. Duman gözlənilir, qərb küləyi əsəcək. Temperatur gecə 6-10, gündüz 15-20, dağlarda gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.